Bir gün Allah İbrahim peyğəmbərə yuxusunda oğlu İsmayılı qurban kəsməsini əmr etdi. İbrahim bildi ki, bu Allah tərəfindən onun üçün hazırlanmış daha bir sınaqdır. Bundan əvvəl də Allah İbrahimi bir neçə dəfə sınamışdı. İbrahim oda atılmağa, oğlunu və arvadını bomboş səhrada tək qoymağa razı olmuşdu. İndi isə Rəbbi onu daha böyük bir imtahandan keçirirdi. Oğlunu qurban kəsmək İbrahim üçün çox çətin idi. Lakin Rəbbini oğlundan çox sevən İbrahim yenə də onun əmrinə tabe oldu. Yuxudan oyanan kimi oğlu İsmayılın yanına getdi. Bir qədər susduqdan sonra ona: Oğlum, bir yuxu gördüm. Yuxuda səni qurban kəsirdim. Sən bu işə nə deyirsən? dedi. İsmayıl gülümsəyərək: O halda sənə əmr ediləni yerinə yetir atacam. Rəbbimizdən gələn hər bir əmr qəbul olunur. Cavabını verdi. Oğlunun bu cavabından sonra İbrahim Allahın əmrini yerinə yetirməyə getdi. Çox sevdiyi oğlunu üzü üstə yıxıb qurban etmək üzrə idi ki, Allahdan bir səs gəldi. Dayan İbrahim, sən Rəbbinə nə qədər bağlı bir qul olduğunu sübut etdin. Rəbbinin əmrini dərhal yerinə yetirdin. Öz sədaqət və vəfanı göstərdin. Oğlunu qurban verməkdən çəkinmədin. Elə bu zaman Allah İbrahimə İsmayılın əvəzində qurban vermək üçün böyük bir qoç göndərdi. İbrahim oğlunu deyil, göndərilmiş qoçu qurban kəsdi. Bir gecə İbrahimin yanına 3 gənc gəlib Allahın salamı ilə onu salamladılar. İbrahim onların salamını aldı və dərhal onlar üçün süfrə hazırlatdı. Süfrəyə qızarmış buzov əti gətirildi. Lakin qonaqlar əllərini yeməklərə uzatmadılar. Qonaqların yeməkdən yeməmələri İbrahimin xoşuna gəlmədi və o bərk narahat oldu. Bunu görən qonaqlar İbrahimə: Qorxma, biz Allah tərəfindən göndərilmiş mələklərik. Sara ilə sənin bir oğlunuz olacağı xəbərini vermək üçün gəlmişik, dedilər. İbrahim peyğəmbərin heyrəti biraz da artdı. Sara isə: Mən qoca bir qarı, ərimdə qoca bir kişi ola necə oğlumuz ola bilər? dedi. Mələklər ona: Sən Allahın işinə təəccüb edirsən? Allahın mərhəmətindən heç kim ümidini üzməməlidir. Cavabını verdilər. Beləcə İbrahim və Saranın İshak adlı oğlu dünyaya gəldi. Allah ona da peyğəmbərlik verdi.